Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün göz xəstəliklərindən danışırıq. Təbii ki, bizim anadan gəlmə körpələrimizdə olan bəzi ciddi xəstəliklər, bizim özümüzün təhlükə sandığımız, bəlkə də müalicəsi yoxdur deyə düşündüyümüz bir neçə ciddi göz xəstəliklərimiz, şəkər, diabetə bağlı xəstəliklər və s. bunların fonunda bugün müzakirə edəcəyik. Təbii ki, bu xəstəliklər haqqında geniş və ətraflı danışmaq üçün studiyamıza dəyərli mütəxəssis dəvət etmişəm. İlk olaraq onu sizə təqdim edim. Rusiya Tibb Elmlər Akademiyasının fəxri doktoru, Dünya Azərbaycanlılar Konqresinin həmsədri, Azərbaycan Dövlət Tibb Universitetinin Göz Xəstəliklər Kafedrasının müdürü, professor, oftalmoloq Paşa Qəlbinur. Professor, xoş gəldiniz. Xoş görüşmüşük. Sizi yenidən bizim studiyamızda və verilişimizdə görmək üçün çox xoşdur bizə. Artıq ikinci dəfədir görüşürük. Təbii ki, bu çox sıx qrafikli iş şəraitinizdə yenidən bizə vaxt ayırdığınız, zaman ayırdığınız üçün, dəvətimizi qəbul etdiyiniz üçün sizə xüsusi bir təşəkkür edirəm. Bugün günün ən ağrılı bir xəstəlikləri sırasında, birincilərdən demək olar ki, təmsil olunan göz xəstəlikləri. Buradan başlayaq. Professor, niyə gözümüz ağrıyır, niyə gözlərimiz xəstələnir, nə baş verir? Bəzən deyirlər, öz əlimizdə olan məsələlərdir ki, özümüz qoruya bilmirik gözümüzü. Amma bəzən ətraf mühitin də təsiri. Burada genetik meyillər, bir neçə fəsadlar olur ki, bizdən asılı olmayaraq gözümüz ciddi formada xəstələnir. Niyə xəstələnir? İstəyirəm buradan başlayaq. Buyurun. Deməli, bütün duyğu üzvlərindən çox böyük faiz, 90%-dən artıq görmə orqanının payına düşür. Ətraf mühiti, bizi əhatə edən dünyanı qavramaq, onu duymaq, hiss eləmək və beynimizə təhlil üçün ötürmək. Bu görmə orqanı əslində beynin önə çıxmış bir hissəsidir və önə çıxanda da bizim qədim əcdadlarımızdan, lap bizim ata-analarımız, babalarımız, nənələrimiz yaşayan dövrdən fərqli olaraq bütün dünya ekoloji bir çirklənmə, ekoloji fəlakət qarşısında həyəcan təbili çalır və bütün dünya, o cümlədən bizim ölkəmizin rəhbərliyi buna çox ciddi bir münasibət göstərir. Və təbiidir ki, dünyanın havası, suyu, qidası çirklənəndə, biraz mən geniş tamaşaçı kütləsi üçün deyirəm, çirklənəndə ən birinci bizim həssas olan gözümüz ondan zərər çəkir. Və bütün göz xəstəliklərinin çox böyük əksəriyyəti ətraf mühitin, belə deyək ki, çirklənməyindən, ekoloji fəlakətdən doğan bir zərbələrə məruz qalır. Ona görə də yaşından asılı olmayaraq, hətta ana bətnində uşaqlar ana olmağa hazırlaşır, onda o zərərləri ötürür o, belə deyək ki, doğulacaq körpüyə. O mənada anlaşılandır ki, bu göz xəstəliklərinin aktuallığı və belə deyək ki, bizim narahatçılığımız və çoxlu sayda xəstəliklər bu səbəbdən əmələ gəlir. Müəyyən irsi xəstəliklər də var, təbiidir, müəyyən başqa səbəblərdən, ancaq ən çoxu budur. Professor, anadan gəlmə göz xəstəliklər də var, sonradan bir neçə travmalar, xəstəliklər fonunda qazanılmış göz xəstəliklər də var. Anadan gəlmə xəstəliklər deyəndə bu sıraya hansı xəstəliklərə aid eləyə bilirik? Yəni, uşaqlarımızda daha çox və təhlükəli olan yeni doğulmuş körpələrdə katarakta xəstəliyidir və göz təzyiqinin olması kimi xəstəlikləri önərsiyirlər. Bilmədiyimiz başqa nələr var? Bu, anadan gəlmə deyəndə onu əslində iki böyük bölümə bölünür. Biri ana bətnində əmələ gələn xəstəliklər, bir qism xəstəliklər. Bir qismdə o irsi olan, yəni 100 il, 500 il, 1000 il əvvəlki bizim əcdadlarımız, doğmalarımızın müəyyən xəstəlikləri ki var, onlar ötürülür genlər vasitəsilə, belə deyək, qanımız vasitəsilə və o olur anadan gəlmə. Bir də var ana bətnində, mən dedim də ki, heç o irsi xəstəlik yoxdur, ancaq ekologiyadan, ananın keçirdiyi xəstəliklərdən
dünyaya gələcək uşaq da xəstələnir, onların da sırasında göz xəstəlikləri. Bax, məsələn, katarakta da o qəbildəndir, qlaukoma da o qəbildəndir, müəyyən buynuz qışanı xəstəlikləri o qəbildəndir, müəyyən virusların, mikrobların, göbələklərin və s. törədicilərin, belə deyək ki, gözə görünməyən törədicilərin törətdiyi xəstəliklər də o qəbildəndir. Refraksiya anomaliyalarının müəyyən bir hissəsi o qəbildəndir. Bax, belə. Doktor, qlakoma xəstəliyindən danışmışkən, bəzən bunu göz xəstəliklər içərisində ən təhlükəli xəstəlik sayırlar. Düz yəni, buyurursunuz. bəzən də bunun müalicəsinin belə heç bir formada faydası olmayacaq deyə bir düşüncə var. Düz buyurursunuz. Qlaukoma xəstəliyi göz xəstəliklərinin içərisində ən arzu olunmayanlardandır. Hətta onun da müxtəlif formaları var, müxtəlif deməli, qapalı bucaqlı var, açıq bucaqlı var. Belə adi dilə desə, ağrı ilə keçən var, ağrısız keçən var və s. və s. Hətta lap qədimdə Homer deyirlər ki, baxar körüymüş. İnsan baxır və heç nə görmür, göz yerindədir. Bu xəstəlik insan yaranandan var və əksəriyyəti də, əksər faizdə olan hissəsi də anadan gəlmədir, ancaq anadan gəlmə olmayan da var. İltihabi göz xəstəliklərinin törətdiyi qlaukomaları var və s. Tibb elmi, onun da içində oftalmologiya bölümü, oftalmologiya göz xəstəlikləri çox böyük bir inkişaf yolu keçib. Bir intibah keçibdir və indiki dövrdə vaxtilə qlaukoma deyəndə, qara su deyəndə ki, deyirlər, bunun müalicəsi yoxdur, insan görməni itirəcək. İndi elə deyil. İndi olduqca çoxlu dərman vasitələri icad olunub. İndi olduqca çoxlu cərrahi üsullar icad olunubdur ki, biz xəstələrə çox yardım eləyə bilirik, kömək eləyə bilirik. Onların daha nə qədər tez müraciət eləsələr, o qədər dəfə biz onlara daha çox kömək eləyə bilirik və qlaukoma ilə insanlar 100 il yaşayırlar və mənim, məsələn, bir Böyük Vətən müharibəsinin iştirakçısı bir xəstəm vardı, belə deyək, Yunus əmi Qubadan yadımdadır. Bütün orden medalları belə sinəsində çox belə 100 neçə yaşındaydı, təfəkkürü yerində əməliyyat eləmişdim. Şeirlər deyirdi belə. O ömrünün axırına kimi də heç kimə möhtac olmadı. Yəni, və onun kimi də çoxlu xəstələr olmadı. Bəzən deyirlər, bu simptomlar olmadan bu qlakoma xəstəliyi gedir və anidən birbaşa körluğa. Bəli, o bir formada, açıq bucaqlı formasıdır. O qədimdə baxar kör deyirlər. Yəni, bilmir ki, bu xəstəliyi var, gedir, göz yerində filan görmək itir. O ayrı bir formadır və ancaq ağrılı formalar da var ki, onlar məsələn ağrıyır, insan az qar başını divara vura, o qədər kəskin tutmasında, bax belə deyək. Hər halda öz irsiyyətində, nəslində bu xəstəlik, hər hansı bir göz xəstəliyi olan adam, yəni ərinmədən, heç olmasa ildə 2 dəfə göz həkiminin müayinəsindən keçsə, o çox yaxşı olar, biz öz səhətimizə qarşı gələk, diqqətli olaq. Bəli, hər zaman deyir ki, vaxtında müraciət edilməsi və yoxlanışı bizi gələcəkdə olan ciddi bəlalardan qoruyur. Bu göz xəstəliklərin içərisində doktor, şəkər diabetə bağlı olan diabetlə əlaqəli göz xəstəlikləridir. Hansı ki, bunlar da bəzən çox vaxt tipik, yəni gizlin gedir. Artıq şəkər gözə təsir etdiyi zaman görmə qabiliyyəti tədricən artıq belə deyək, itməyə başlayır. Amma müəyyən zaman bu hiss olunmur və hiss olunanda da artıq gecikmiş zaman olur. Bəzən bu şəkər diabet xəstəlikləri, bir neçə xəstəliklər onların fonunda gizlənir. Ürək-damar xəstəlikləri də, yəni bəzən biz burada kardiologumuz olanda hər zaman danışırıq ki, gizlin gedir və müəyyən bir zaman artıq gecikmiş bir dönəmdə hiss olunur və göz xəstəliyi. Hər şəkərli diabet xəstəliyini daşıyan insan mütləqdirmi ki, onun gözündə problem yaranır? Yoxsa bu da hansısa bir fərdi insan xüsusiyyətinə və ağırlıq dərəcəsinə görə bağlıdır? Bilirsiniz, şəkərin belə deyək ki, faizi qanda, insan orqanizmində artanda, o mütləq
damarları sıradan çıxardır. Ən incə və elə bütün damarları sıradan çıxardır. Onu keyfiyyətsizləşdirir. Keçiriciliyini patoloji istiqamətə yönəldir. Və təbii ki, gözün də damarları var, incə damarları. Orada da o keçicilik pozulur, bəzən qansızmalar olur və s. Yəni göz, insan gözü şəkərdən, belə deyək ki, görməyini getdikcə başlayır itirməyə. Görürsünüz, elə adamlar var qoluna, belə ayağına, qulağına, başına, gözünə, yəni müxtəlif əzalara təsir edir. Ona görə də şəkər xəstəliyi ilə yola getmək lazımdır. Onu lazım olmayan həyat tərzindən imtina eləmək, xüsusən qidalardan ki, şəkərin ziyanınadır. Bu, geniş tamaşaçı kütləsi özləri daha yaxşı bilirlər nə yemək olar, nə yemək olmaz. Piyada gəzmək lazımdır. Sonra təyin olunan gözəl həkimlərimizin təyin etdiyi dərmanları vaxtında qəbul etmək lazımdır ki, şəkər artmayanda və təbiidir ki, gözü də müayinədən keçirmək lazımdır. Çünki onun ən əlçatan yeri gözdür. O incə damarlardır, gözün torluq şasıdır. O insan gözü onun böyük Allahın verdiyi ömrünün sonuna kimi ona xidmət eləsin. Ancaq səhlənkarlıq olanda, bax belə bu işlər vaxtında olmayanda təbiidir, şəkərdən də insanlar görməklərini itirirlər. Ancaq indi çox böyük kəşflər olub təbabətdə. Lazerlərin, müasir avadanlıqlar, lazerlərin tətbiqi, yeni dərmanlar icad olunubdur. Hansı ki, onlar 10 il əvvəl, 15 il əvvəl yox idi. Biz ona görə daha effektli bu xəstələrə yardım eləyə bilirik, kömək eləyə bilirik. Doktor, onların bəzən əməliyyatı zamanı şəkər, diabet daşıyıcılığı əməliyyata mane olmur ki, onlarda da bir qorxu olur ki... Təbiidir, olmasa daha yaxşıdır şəkər. Ancaq varsa mütləq həkim hansı maniyələr olsun, onunla mübarizə aparmalıdır və həkimlər də onun böyük əksəriyyətdə öhdəsindən gəlirik. Qədim həkimlərdən biri deyib ki, Loğman da deyirlər ona, birinci, sən o xəstəni müalicə eləməlisən ki, o müalicə olunmaq istəyir. Müalicə olunmaq istəməyən adamı müalicə eləmək mümkün deyil. Tam doğru. Bəli, israrlı, ümumiyyətlə mücadilə etmək istəyi olan və qərarlı olan, bunun üçün də təbii ki, mütəxəssis də çox önəmlidir. Professor ona inam və etibar verən insanın yanında olması və ona müraciət etməsi də çox önəmlidir. Və bir də göz xəstəlikləri içərisində daha çox rastlaşdığımız göz qızartılarıdır. Qızartı və qanlı göz xəstəlikləri var ki, bəzən bunlarda, professor, bir küləkli havada gəzərkən gözlərdə qızartı olan var. Bəziləri, belə deyək də, duş qəbul etdikdən və çıxdıqdan sonra gözləri qızarır, müəyyən zaman sonra keçir. Bəzi insanlar var ki, yataraq tezdən oyananda gözləri qırmızı olur və deyir ki, bu məndə normaldır, özü də keçəcək. Amma əslində bu özü bəlkə də bir ciddi bir bəlaların göstəricidir, deyilmi? Yəni, gözün qızartının özünün gəlməsi və anidən getməsi. Bəzən biz, mən həm də eğitimdəyəm də, yəni universitet tələbələrinə dərs deyirəm və bəzən də həkimlərə də... Böyük bir göz xəstəliklər kafedrasının müdürüsünüz. Bəli, həkimlərə də mühazir oxuyuram. Biz son illər bu qərbdə də, dünyada da qəbul olunur. Bəzən bir əlamətlə mühazir oxuyuruq. Məsələn, qırmızı göz. Siz dediyiniz kimi. Bu bir dənə qırmızı gözü, məsələn, saat yarım, 2 mühazirədə 3 saat oxuyursan, yenə o bitmir. Yəni, o qədər xəstəliklər bircə bu əlaməti verir ki, o görün, nə qədər incələmək lazımdır ki, bunu biləsən. Çünki o, tutaq ki, qlaukomadan qızarıbsa və yaxud da ön uveytdən qızarıbsa, müalicələri tam əksdir bir-birinə. Bunun dərmanını burada istifadə eləsən, o görməyini itirər. Bunun üçün orada istifadə eləsən, əlamət eynidir. İncə fərqlər var. O fərqləri biz, deməli, öyrəncilərə, tələbələrimizə anladırıq. Yəni, siz çox dəqiq tutdunuz o məqamı. Bəzən bir əlamətlə, nə bilmir, saysız sayda onlarla xəstəliklər olur. Onlarda səhv, o kəndirbaz ki, hündür bir məsafədə ipin üstündə yeriyir. Oradakı hər hansı bir səhv o çox böyük faciəyə səbəb ola bilər.
Görmürsünüz, yəni indi müasir dağdan dağa ipin üstündə keçirlər. Bu həkimlik də, göz həkimliyi də xüsusən düz o cürədir. Burada səhv eləmək olmaz. Səbəb olaraq nə kimi səbəb götürür? Tibbə ümumiyyətlə bəllidirmi bu göz qızartı xəstəliyi, qanlı qırmızı xəstəliklər? Əlbəttə, bəllidir. Məsələn, bu Covid epidemiyası ki, yadımızdadır da, orada olan qızartı ilə, məsələn, ön uveitin, irdasikidin qızartısı fərqlidir. Orada olan qızartı ilə, məsələn, gözün təzyiqinin qalxmağının, qlaukomanın, qara suyun qızartısı fərqlidir. Orada olan qızartı ilə, məsələn, göbələyin törətdiyi xəstəliyin və onlar da özünə məxsus müalicə tələb edirlər. Özünə məxsus dərman tələb edirlər ki, bu əlamətlər keçsin, o xəstəlik keçsin, o fəsadlanmasın, dərinlərə getməsin. O həkim, yəni göz həkimliyi bax belə daha incə bir sahədə, o qədim, böyük göz həkimlərindən biri Odessa məktəbinin Filatov olub. O deyib, bu orqanı 5 qəpikliklə örtmək olar. Yəni 5 qəpiklə örtülən orqanın minlərlə xəstəliyi var. 100 minlərlə dərmanları var. Onların fərqləndirmək lazımdır. Onları bax belə diferensiya eləmək lazımdır. O mənada belə hətta ən professional həkimlər, məsələn, başqa əzaların, kardioloqlar, nə bilim, uroloqlar, terapevtlər falanlar, göz olanda onlar özləri göz həkiminə gedirlər. Başqa yolunda özləri müalicə edirlər. Deyirlər, gözdən zərafat eləmək olmaz. Göz ayrı bir aləmdir, ayrı bir. Gözün quruluşu bütün əzalarımızın anatomik, histoloji quruluşundan fərqlidir. Məsələn, mən bir dəfə bunu bənzətmişim, elə bir hin ola, orada dünyanın bütün gözəl quşlarını buraxasan ora. Məsələn, bir zooparkda. Ancaq bir dənə elə bir quş ola ki, görəsən ki, bu heç bir görsənməyib da, bu cürəsi. Və onların da heç birinə bənzəmir. O gözdür. Məsələn, tutaq ki, buynuz quşada onun meyilin quşası yoxdur. Nədir? Yəni, çox qəribədir. Çox mükəmməldir. İlahi, mükəmməl bir sənətkardır. Çox mükəmməl və qəribə yaradıbdır gözü. Ancaq bu təmasdır, hava ilə təmasdadır. Gözümüzü açan kimi bütün bu ekoloji uyğunsuzluqlar bizim gözümüzə vurur. Elə bir ki, o əllə görüşən kimi o təbiət bizim gözümüzlə toxunur əli ilə. Toxunur və hava da ki, təmiz olmayanda müxtəlif xəstəliklər əmələ gətirir. Gözümüzə. Elə bu mövzuda danışmışkən göz infeksiyaları xəstəlikləri var ki, çox aktualdır, professor. Bəzən də biz gözümüz durmadan qaşınır və sulanır. Sonradan gözümüzdə qızartı baş verir. Bir neçə mərhələlər ardıcıl davam edir və burada səbəb olaraq ola bilsin gözümə bir toz qondu, kipriyim gözümə düşdü deyərək bəzən özümüzü təsəlli edirik. Amma əslində göz infeksiya xəstəlikləri gözlərin zədələnməsi və linzaların istifadəsi nəticəsində olur, deyilmi? Bəzən bu tibbi linzalardan danışılmır. Xanımların gündəlik, belə deyək də, artıq vizual görünüşü, gözümüzün rəngini müvəqqəti dəyişmək üçün istifadə olunan linzalardan çox ciddi infeksiyaların keçməsi məsələsi aşkarlandı. Bilirsiniz, bu qədimdə bir məsəl var da, pritça kimi var. Deyirlər ki, bir yerin, bir şəhərin belə bir ülaması, bir axsaqqalı gözündə bir müəyyən narahatsızlıq olur. Oğlunu göndərir Loğmanın yanına. Deyir ki, belə da, nəsə bəlkə də mobil döyülmüş, yataqdaymış, nəymiş. Get deyilən gözümdə bu əlamətlər var. Deyir, ancaq təkrar deyirəm. Birinci sözü nə olsa, birincini dəqiq yadında saxla. O birisiləri də çalış yadında saxlayasan. O Loğman birinci deyir ki, əl aman, yəni əlini gözünə vurmasın. Yəni o min illərdir, o öz qüvvəsində qalır bu hökm. Heç bir adam əlini gözünə vurmasın. Vuranda zədəliyir, ora ayrı bir fəsad törədir, mikrob salır, virus salır və s. Mən bütün xəstələrimə, hətta telefonda məsələn bir söz soruşur, birinci deyirəm əlini gözünə vurma, sonra danış görün nə olubdur. Bu belə qaldı. Kontakt linzalar bu
insan yaşayışının sonraki dövrlərində meydana gəlib. Onlar, məsəl üçün, optik linzalar var ki, görməni artırır. Belə deyək ki, eynəyi əvəz eləyir. Gözün kosmetik linzalar var ki, məsələn, bir gözdə bir azca müəyyən bir fəsad var, o birisi göz rəngində kontakt linza geyinəndə kənardan baxan adam hiss eləmir ki, onun bir gözündə belə bir nəsə narahatçılıq var, dəyişiklik var, rəng dəyişikliyi var. Sonra, ümumiyyətlə, iki gözün də rəngini dəyişmək üçün, məsələn, bir gənc qızdır, istəyir ki, bu günləri ad günündə toyda o rəng, donunun rəngində olsun. O da məqbuldur, geyinsin, o da rəng. Ancaq bu gözün cərrahi əməliyyatla rənginin dəyişilmələri o çox belə cinayət səviyyəsində qəbul olunmazdır. Çünki o gözün tahtusudur. İnsanlar əllərinə, qollarına, ayaqlarına döymələr eləyirlər, rəng eləyirlər. Bu idmançılar, futbolçular da görsənir televiziya ekranında, həyatda da çox görürük. Ancaq onu gözün içinə eləmək, o cinayətdir. Çünki o əldəkini bəlkə də çox böyük çətinliklə kəsmək olar, nə bilim, müxtəlif şeylərlə. Yenə tam aparmaq mümkün olmur. Ancaq gözdəkini işlər. O elə ki, qalır orada o zəhərli rəng və oradan sorulur və insanın axırda illər sonra tam görmənin itməyinə, yəni körluğa səbəb olur. Və buna görə də bir neçə yerdə artıq dövlət dünyanın çox böyük inkişaf eləmiş ölkələrində o əməliyyatlar qadağandır, qanunla yasaqdır. Bizdə də tövsiyə olunmur ki, hər hansı bir adam, gənc adam və yaxud da orta yaşda olsun, bir ad günü üçün, bir toy üçün kontakt linzadan istifadə edə bilər. Gedər geyinər əyin kimi, paltar kimi. Sonra axşam yanında çıxardar. Ancaq ora rənglənəndə o ömürlük o rəngdə qalır və o rəng də sorulur, gözü deməli görməyin itməsinə səbəb olur. Demək ki, bir neçə müddət var ki, müddətdən sonra artıq ciddi fəsadını göstərəcək. Doktor, bu gözlərimizdə infeksiya demək, gözlərimizdə qaşınma zamanı müəyyən damcılardan istifadə edirik. Çox təəssüf olsun ki, elə biz apteklərə də yaxınlaşaraq gözümə müəyyən bir damcılar nə tövsiyə edirsiniz deyə gəlib tökülməsi və istifadəsi. Bilmədiyimiz, tərkibini bilmədiyimiz, mütəxəssis tərəfindən deyil, özümüzün və kənar insanlar tərəfindən istifadə etdiyimiz damcılarımızın gözümüzə birbaşa zədələnməsinə, ümumiyyətlə məhv olmasına doğru gedişat olur mu? Əlbəttə. Bütün, ümumiyyətcə, hər hansı bir xəstəlikdə, təbabətin hər hansı bir sahəsində və xüsusən də oftalmologiyada, göz xəstəliklərində öz fəaliyyət yol verilməzdir. Axı orada bilirsiniz, məsələn, qonşu bundan damızdırıb, göz qaşınırdı, mən də ondan alım damızdırım, olmaz elə. Ona görə ki, o qaşınmanı deməli, yox eləmək üçün çoxlu vasitələr var. Əgər mən indi bir bənzədim ki, bu geniş tamaşaçı kütləsi anlasın da, məsələn, bu otaqdır, bu otaq soyuq ola bilər. Bu otaqda, biz məsələn, böyük bir otaqdır, bir maşın odunumuz var, qış üçün tədarükümüz, qışın əvvəlidir. Onun hamısını yandırsaq, bir gün biz isinə bilərik. Sonra sətəlcəmlə adam dünyasını dəyişə bilər. Ancaq ağıllı adamlar onu iki-iki atırlar o sobuya ki, o bir azca da əlini qalın geyinlər ki, qış gəlsin, keçsin o. Bir ay, 2 ay, 3 ay keçsin. Elə dərmanlar var ki, həmin o qızartın, həmin bir anda, məsələn, bir saatdan mən yazaram, o düzələr. Axı, bir saat, o da 10 gün yaxşı olsun. 10 gündən sonra yenidən gəlirsə və daha ağır fəsadla, axı, o adam bilmir ki, bu səhv olan, deməli, özünün öz başına damızdırdığı dərmanlandır. Ona görə mütləq həkimlər təyin eləməlidirlər. Hər hansı bir əlamətin, hər hansı bir xəstəliyə qarşı olan dərman vasitəsini. Bizim reklam fasiləmiz var. Reklam fasiləsinə ayrılaq. Sonra yenidən müzakirəni davam edəcək. Ani, ağrısız görmə itkisi var ki, məhz bunlar da qaçılmazdır. Bu haqda və digər xəstəliklər haqqında danışacağıq. Reklamlar.
Reklam fasiləmiz bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün göz xəstəliklərindən danışırıq. Qonağımız Azərbaycan Dövlət Tibb Universitetinin Göz Xəstəliklər Kafedrasının müdürü, professor, oftalmoloq Paşa Qəlbinurdur. Professor, reklam öncəsində danışdıq ani ağrısız görmə itkisi. Hansı ki, bunu bəsit dillə desək, bəzən insanlar deyir ki, anidən gözlərimə bir qaralma gəlir və bir görmə qabiliyyətim itir və sondan yenidən qayıdışı olur. Bu xəstəlik nədir? Niyə yaranır? Bu nəyin fonunda baş verir? Anidən itirilən görmə və bəzilərində yerinə qayıdır, bəzilərində hissəvi qayıdır, bəzində heç qayıtmır. Bunlar, bilirsiniz, göz görmə orqanı bədənin bir hissəsidir, bizim əzalarımızın bir hissəsidir. Ona görə bizim səhətimiz, bədənimizin orqanları nə qədər dürüst işləsə, çalışsa, nə qədər sağlam olsa, o göz görmə orqanında təbiidir ki, o bulaqdan su içir. Məsələn, damarlarımız qaydasında olmasa, ürək qan damar sistemində müəyyən fəsadlar olsa, sinir sistemimiz ləbil olsa, yəni da yerində olmasa, onun ətraf mühitə olan qızıqlara olan reaksiyası adekvatı olmasa, onda belə hallar olur. Ancaq, məsələn, o qayıtmayanlardan, məsələn, olur ki, gözün içərisində, torlu quşada, göz dibində incə damarlar var, onların trombo əmələ gəlir, istəyər venaların, istəyər arteriyalın, çox incə, sapdan da dəfələrlə ən incə sapdan incə damarlar var. Ona görə də insan öz səhhəti ilə bağlı gərək diqqətli olsun, səhhəti ilə bağlı bütün orqanların, məsələn, heç olmasa yenə deyirəm, 6 ayda bir, ildə bir dəfə müəyyən həkim müayinələrindən keçsin. Və təbiidir ki, elə hadisə baş verəndə, onda səhlənkarlıq yox, həkimə, həmin sahənin gözlüsə göz mütəxəssisinə müraciət eləsin. Professor, göz təzyiqi xəstəliyi var ki, bu əslində biz təzyiq deyəndə özümüzdə ümumən qan təzyiqimizin aşağı-yuxarı enişini fikirləşirik, amma göz dibi xəstəlikləri fonunda göz təzyiqini deyəndə hələ bu anlayış çoxumuza yaddır. Bəzən düşünürük ki, yəni təzyiqimizin mi gözə təsirindən danışırıq, yoxsa gözün özünün təzyiqindən danışırıq? Bir var insan qan qoldan ölçülən təzyiq, qan təzyiqi deyirlər. Kəllə daxili təzyiq, bəli, beyin daxili. Gözün təzyiqi. Bunlar ayrı-ayrı məhfumlardır və o qan təzyiqinin göz təzyiqi ilə əlaqəsi çox zəifdir, yox dərəcəsində. O göz təzyiqi avtonom bir xəstəlikdir və çox hallarda, çox az müddətdən sonra keçir qlaukomya, qara suya. Onun xüsusi müalicə üsulları var, təbiidir. Niyə yaranır, professor? Yaranma səbəbi göz təzyiqidir? Bir böyük qismi irsidir. Yəni, irsiyyətdə olur, yaşın müəyyən vaxtında, xüsusən 40 yaşdan sonra özünü bir uza verir. Bəzən gənc yaşlarda da olur. Anadan gəlmə də olur. Ana bətnində əmələ gəlib sonra belə də olur. Bəzən müxtəlif xəstəliklərdən olur, keçirilmiş, ya ümumi xəstəliklərdən, ya gözün xəstəliyindən o axar yollarında maneələr əmələ gəlir və insanda qara su qlaukoma. Təbiidir ki, bunların hamısını profesional göz həkimləri. Məsələn, bəzən el arasında yayılıb. Deyir, nənəm gözü zəif görürdü, nabatın suyunu tökdü gözünə, balı damızdırdı gözünə. O, bilirsiniz, qəti xalq təbabətindən profesional oftalmoloqlar faydalanırlar. Onu gələk biz deyək ki, bu balı damızdır ya damızdırma. Elə xəstəlik var ki, balı damızdırarsan, o da oradan da biraz yaxşı olar. Eləsi var ki, onu damızdırarsan, orada törədicinin, mikrobun yeminə çevirilər, daha da göz sıradan çıxar, tam görməyini itirər. Yəni ona görə təkrar deyirəm ki, ümumiyyətcə təbabətdə və xüsusən də oftalmologiyada, göz xəstəliklərində öz fəaliyyət yol verilməzdir. Mütləq həkim təyin eləməlidir. Bir də bizdə, professor, göz eynəklərimizin sadəcə yay fəslində və günəş işıqları olduğu zaman biz bunu taxmağı düşünürük. Amma mən bildiyimə görə burada küləkli günlərdə, hətta qar yağanda belə eynək taxılması daha doğru. Günəş
güclü ultrabənövşəyi şüalar günəşin ən güclü vaxtında insanın gözünü gün eynəyi nə qədər ziyandan, yəni onun funksiyasının pozulmağından qoruyursa, qar yağanda ki, taxılan eynək eyni qədər onu başqa bir zərərdən qoruyur. Yəni biz adət etmədiyimiz şəraitdə o mütləq biz görürsünüz, şimal buzlovkaya gedirik, əynimizi çox qalın geyinirik, kök geyinirik, qalın, üzümüzə ayı yağı sürtürük, nə bilim, nə edirik, başımıza filan. Gəlirik isti ölkələrə, orada əynimizi tam nazildirik. Yəni gözdə o kənara çıxmalarda mütləq qorunmalıdır. O eynək qar yağanda və ultrabənövşə günəşdə geyilən eynək elə o soyuqda geyilən paltardır. Gözün əynidir, paltarıdır. Tam doğru olaraq və qoruyucudur. Eyni zamanda küləkli gündə də mütləq taxılmağımızda fayda var. Bir də gənclərin doktor eynəklərdən qurtulması üçün lazer əməliyyatlarından istəyirəm danışaq. Bəzən valideynlər bu lazer əməliyyatlarının olmağından sonra övladım elə eynək taxsın deyə düşünürük. Bunun faydasının ya fərqində deyilik, ya bəlkə informasiya kasadlığından biz bilmirik ki, əslində daha uğurlu və seçimdir təkcə lazer əməliyyatları. Çox lazımlı, maraqlı sualdır. Bu göz xəstəliklərinin əksəriyyətində, bütün dünyada dövlət onu sığorta ilə onu qarşılayır. Dünyada bir neçə göz xəstəliyi var ki, ona dünyanın heç bir yerində sığorta vermirlər. Məsələn, Almaniyada 100%'li bütün xəstəlikləri ödəyirlər, o görmə eynəyini atmaq üçün sığorta ödənmir. Hətta Almaniyada. Bütün dünyada və Azərbaycanda bütün dünyada elədir. Evet. Çünki bu eynəkdən azad olunma insanın bir şəxsi bir işidir da. Seçimidir. İstəyirsən eynək tax, istəyirsən kontakt linzadan istifadə elə, istəyirsən eynəkdən azad ol. Bunların üçü də sənin şəxsi əyninin paltarı kimi. Bax belə də. Yəni seçim onlara qarşı verilir, seçmə hüququ özlərindir. Ancaq gənclər bəzən istəyirlər bu əməliyyatlar. Bu əməliyyatlar çox, belə deyək də, ziyansız, asan icra olunur. Ən müasir alətlər var. Biz onlarla belə bir toyda şəkil çəkdirmək kimi, belə bir məsafədən bu işığa bax, bu qırmızıya bax, bu yaşıla bax. Bax belə, yenə gözləri açıq ki, durub gedirlər. Ancaq bir məsələ var ki, əgər stasionar dayanıqlı formadırsa, tutaq ki, bu adamın gözünün əyarı, məsələn, miyopiyadır, yaxından görmədir. Tutaq ki, 3 nömrədir, 2 nömrədir. Bu elə 1 yaşında da belədir, 10 yaşında da belədir, 15 yaşında da belədirsə, bunu mütləq 17, hətta 18 yaşdan sonra icra eləmək lazımdır. O inkişafı dayansın ki, sonra icra olunsun. Bax belə, o şəxsi arzu ilə asıldı. İndi çox gözəl, heç bir qansız, tikişsiz, ağrısız, hətta ağrısız belə icra olunur. Tam doğru, professor. Bizim telefon xəttimizdə tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. Salamlayıram. Bizdə uşaqda xəstəlik var. Həkimə onunla bağlı sual vermək istəyirdim. Keratokonus xəstəliyi var. Həm xəstəlik haqqında, həm də nədən qorunmalıdır, nələrə əməl eləməlidir, o barədə bir məlumat almaq istəyirdim. Xanım, çox maraqlı sualdır və lazımlı sualdır. Keratokonus da qədərincə yayğındır bizim arealımızda, yəni Azərbaycanda. Bu öndə buynuz quşanın keyfiyyətsizliyidir. O da görmənin get-gedə zəifliyinə səbəb olur. Ancaq bilirsiniz, mən bayaqki söhbətlərimdə dedim, bir keratokonus sözünün içində hesab edin ki, bir 30 dənə xəstəlik var. Onu gələk baxıla ki, bilinə ki, məsələn, bu xəstəyə, bu uşağa bu damla lazımdır. Buna bu damla, buna bu yüngül əməliyyat, buna bu lazer əməliyyatı, buna vitamin hopdurulması, buna, yəni onun hamısını demək olmaz. Məsələn, bir adam haqqında, bir adam nə qədər danışsa, o insanı gəlib biz görək ki, onu müayinə eləyək ki, bu tərəziyə çıx, ölçü, boyu, nədir ki, bilək də. Ona görə də bu təbabətdə qiyabi təhsil olmadığı kimi,
qiyabi də məsləhət vermək. Mənim sizə məsləhətim odur ki, buyurun, istəyirsiniz gəlin mənim yanıma, baxım, nə lazımdır ona deməli, dəqiqləşdirim ki, hansı mərhələsindədir, hansı formasıdır və bu forma özünə qarşı hansı əməliyyat tələb eləyir, damla tələb eləyir, ya müalicə. Siz o çox yaxşıdır ki, bura zəng eləyirsiniz, deməli, siz övladınızın səhəti ilə, gözü ilə narahatsız, maraqlanırsınız. O cürədə davam eləyin ki, qoy profesional göz həkimləri baxsınlar. Mənim yanıma gəlməzsiniz, buyurub gələ bilərsiniz. Bəli, hər zaman deyirik, mütəxəssisə müraciət edin. Çünki dediyimiz bu göstəricilər sadəcə nəticədir. Səbəblər isə fərqlidir və həmin səbəb üzərindən də müalicəyə keçmək lazımdır. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Salam. Axşamınız xeyir. Axşamınız xeyir. Buyurun, eşidək sizi. Mənim sualım profesora idi. Mən də gözdən çox müalicə almışam. Bir tək gözümdə, bir sol gözümdə. Nədir problem? Gözümdə ağrı olur. Telefona çox baxanda ağrı olur. Bir gözümdə. Müalicəniz nə kimi müalicə almışsınız? Yazıblar. Çox yerdə müalicə yazıblar. Amma keyfiyyət heç bir xeyri olmayıb. Həmişə də deyiblər ya nevrolojidir. Nevroloji müalicə almışam, yenə də effekt olmuyor, xeyri olmuyor. Bir gözünün sol gözündə ağrı var. Anladım. Bilirsiniz, biz biraz əvvəl birinci hissədə o deyəndə ki, məsələn, mən bəzən bir dənə qırmızı göz mühazirə oxuyuram, bir-iki mühazirə. Ağrı, gözdə olan ağrının da bir neçə mühazirədə oxunur. Bu, çox monitorlardan istifadə eləyəndə, məsələn, mobil telefonlar, bu süni işıqlar, sonra ekran, bütün kompüterlərin deməli, bunların hamısının içərisində əslində o zərərli şüaları, filtrləri var ki, tutub saxlayırlar. Ancaq çox təəssüf ki, bütün bu alətlər o şüaların hamısını, böyük əksəriyyətini saxlasalar da müəyyən hissəsini keçir və ona görə də insanların gözlərini qorumaq üçün bu monitorlarla çox təmasda olan insanların görmə orqanını, gözünü qorumaq üçün məlum damlalar var. Məsələn, kiməsə bu damla lazımdır, kiməsə bu. O da yenə gəlib ora çıxır ki, gələk insan müayinə oluna, həkim, profesional həkim baxa və deyək ki, sənin üçün məsələn bu damladan istifadə eləmək və yaxud da eynək taxısında bu məsafədən olan, əyarda olan eynəkdən faydalanmaq lazımdır. Bir də müəyyən o davranış qaydaları var. Bəli. Ona görə təkrar edirəm, oftalmologiyada, göz xəstəliklərində gözdə öz fəaliyyət olmaz. Buyurun, müraciət edin profesional həkimlərə. Bəli, əgər sinirlə bağlı diaqnoz qoyulub, ona görə müalicə alıb fayda görmürsünüzsə, demək ki, bunun səbəbi başqa tərəfdə axtarılmalıdır. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Axşamınız xeyir, doktorun da axşamını xeyir edirəm. Doktor, xahiş edirəm, mənim nəzərə alsınız. Mənim gözüm 3 ildir əməliyyatı olubdur. Onu ikisi də olubdur. Birini çizli eləyiblər güya ki, o dumanını göstərdirdi. Əməliyyat elədilər, linzanı dəyişmədilər. Eləcənə yudular, yenə qoydular. Yenə dumanlı görünür, az dumanlı görünür. Ancaq böyrünü açıq qoydular. Deyirlər, 3-cü dəfə əməliyyat olmaz. O açıq da mənim gün şüası o qədər gözümə düşür ki, gün şüası işığa da baxanda da o birisinə də təsir görə bilmirəm. Onu əməliyyat eləmək olar, yəni tikmək olar mı ağzını? Buyurun, müraciət eləyin, Yəni, gələk baxılar. O dediyiniz vəziyyətdə bilirsiniz, bir neçə min variant var. Biz ancaq əksəriyyətində oftalmologiya çox inkişaf eləyib, biz kömək eləyə bilirik insanlara. Buyurun, müraciət eləyin, baxarıq. Mənim telefonum var da orada. Bəli. 311. Bizim elə ekranlarımızda xahiş eləyəcəm redaktorlarımızdan professorun əlaqə nömrələrini ekranda verək. Çünki ehtiyacı olan insanlar birbaşa ekrandan götürmə imkanına nail olsunlar. Təbii ki, efir bitdikdən sonra da əlaqə saxlaya bilərsiniz. Əslində, hər zaman deyirəm ki, professor, düzgün, mütəxəssis və peşəkara doğru müraciət bizim istədiyimiz və effektiv nəticəni almaqdır. Çünki diaqnoz çox önəmlidir, deyilmi? Bəli. Müalicənin gedişatının birinci istiqaməti və göstəricisi diaqnozdur. Bəlkə də
Bəli, nömrələr artıq ekranda qoyuldu. 311 36 56 yalnız bunu qoy. Bəli, 311 36 56. Bəli, həmin nömrələr də ekrana yerləşdirilir. Biz ikinci reklam blokumuza ayrılırıq. Qısa reklam arasından sonra yenidən buradayıq. Reklamlar. Reklam fasiləmiz bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün göz xəstəliklərindən danışırıq. Qonağımız isə Azərbaycan Dövlət Tibb Universitetinin Göz Xəstəliklər Kafedrasının müdürü professor oftalmoloq Paşa Qəlbinurdur. Mövzuya keçid etməzdən öncə istəyirəm Tibet Uzun Ömürlər Klubu haqqında danışım. Dənizin sahilində yerləşən Liriki Tibet unikal müalicə üsuludur. Anadan gəlmə xəstəlikləri çıxmaq şərti ilə sonradan yaranacaq nevroloji və psixoloji xəstəliklər, bronx sistemlərində və tənəffüs yolu xəstəliklərində, mədə-bağırsaq sisteminin xəstəliklərində, cinsi problemlər, prostat vəzi xəstəlikləri, qalxana bənzər vəzi xəstəliklərinin müalicəsində oynaq ağrıları fonunda baş verən xəstəliklərin tam müalicəsi peşəkar həkimlər tərəfindən tövsiyə olunaraq dərman preparatlarının istifadəsi nəticəsində həyata keçirilir. İmkansız ailənin övladlarına müalicə tam təmənnasız aparılır. Uzaq ərazidən təşrif buyuran və müalicə keçən insanların otellə təminatı, qida təminatı tam olaraq təmənnasız müalicə daxilində götürülür. Suallarınız və bağlı fikirləriniz və təkliflərinizi edib və suala cavab eşitmək üçün ekranda görünən nömrələrlə əlaqə saxlamağınız yetərlidir. Hər birimizə sağlamlıq arzuluyuruq. Bəzən də doktor deyirik, sağlam olun. Bizdə bir çox gözəl dua var. Elə biz hər zaman bir-birimizi görəndə deyirik ki, özünü qoru, sağollaşanda, özündən müğayət ol, sağlamlığına fikir ver. Nə qədər fikir versək də bəzən özümüzə qarşı biraz acizyana durumlarda yaşayırıq. Çünki elə bir gedişatlar var ki, o bizim əlimizdə deyil. Məsələn, cərrahi müdaxiləyə gedən bir xəstəliyi necə biz özümüz tədavi edə bilərik, düzdürmü? Dərman preparatlarının istifadə qaydası və onun dozları, həblərin seçilməsi bunu sadəcə mütəxəssis edə bilər. Yəni, mənim bacım, qardaşım qəbul etdi, mən də eyni dozda bu mümkün deyil. Ona görə də hər zaman deyirik ki, hər şey bizim əlimizdədir deyə anlayışı bəzən bizi yanıldır. Mən hər zaman deyirəm ki, canımızda bir problem hiss olundusa, birbaşa qərar vermədən həmin xəstəliyin peşəkarına müraciət edək. Necə ki, bugünün ən ağırlı xəstəliyi bu katarakta xəstəliyidir ki, bəzən buna da çox adi baxırıq. Amma bu çox ciddi xəstəlikdir, professor. Bəli, katarakta xəstəliyi çox ciddi xəstəlikdir və onun da son nəticəsi insanın görməyini itirməyi ilə nəticələnir. Katarakta əməliyyatı da olduqca müxtəlif əməliyyatlar icra olunur və onların elələri var ki, çox az sayda oftalma cərrahlar, göz cərrahları onu icra edə bilirlər. Ən müasir üsullardan biri bu Fako üsuludur, Fako lazer üsuludur ki, cəmi 2 millimetrdən də az bir kəsiklə gözə daxil olunur və orada o əməliyyat icra olunur. Yəni, heç bir tikiş qoyulmur, heç bir ağrı olmur, heç bir, belə deyək ki, iynə vurmaq lazım gəlmir, heç bir, yalnız damla damızırılır olunur. Bu müasir bir əməliyyatdır. Kataraktanın bu müasir üsulla müalicəsinə tibb elmi 1000 illərlə yol gəlibdir. Vaxtilə bu cürə mikroskoplar yox idi, vaxtilə bu cürə alətlər yox idi. İnsanlar, alimlər, onları bu cürə vasitələr yox idi, kəşf elədilər və o təkamülə uğradı, gəldi, elə bir hala gəldi ki, gəlir insan bir neçə dəqiqə çıxır, gedir və tam itmiş göz görmə bərpa olunur. İnsan dünyanı görür, eynək taxmır, yəni hətta yaxını görür, uzağı görür, müəyyən kompüter məsafəsini görür. Ona görə də kataraktiyada bəzilər deyir ki, bu nə apendiksin kəsilmək. O adi bir şey. Xeyr, adi deyil. Onun da müxtəlif cərrahlar tərəfindən müxtəlif üsullarla və müxtəlif səviyyədə icra olunur elə apendiksin kəsilməyi də. Dünyada sadə olan əməliyyat yoxdur. Adə olan əməliyyat yoxdur. İnsan mürəkkəbdir.
və Tanrının mükəmməl bir əsəridir və bu mükəmməlliyi də mükəmməl əl, mükəmməl vasitələr, müasir biliklər tələb olunur ki, o itki bərpa olunsun. Dünya gözəlliyi ilə, işığı ilə, rəngi ilə qayıtsın sənə. Ona görə mən çox istəyərdim ki, insanlar öz səhətlərinə diqqətli olanda elə katarakt ya da adi bir şey kimi baxmasınlar. Bəzən bunu müəyyən yaş həddindən sonra hər birimizdə yaşanır deyə düşüncəsi ilə yanaşırıq. Çünki niyə yaşanır? Çünki ana bətnində saçlar, dırnaqlar və gözün üstündəki billur epidermisdən, onların xamırı üçününki də eynidir. Görürsünüz, saç kəsilir, qan çıxmır, dırnaq kəsilir. Gözünün içində elə o saçdan, dırnaqdan bir hissə var. İnsanın saçı ağaranda gözün içində o da ağarır. Və o ağarmaq da dünya işığının azalmağı deməkdir, itməyi deməkdir. Bax, belə bir fiziologiya əmələ gəlir. Bizim telefon xəttində tamaşaçımız var, eşidək sizi. Sonra yenidən müzakirəmiz davam edər. Buyurun, axşamınız xeyir olsun. Axşamınız xeyir, mən Sumqayıtdan zəng edirəm. Mənim adım Əlidir. Məndə də ki, gözlərimdə problem var, qlakomadır, yəni qara su deyirlər. Mən həkimdə olmuşam, bir neçə dəfə gözümə əməliyyat eləyiblər əvvəllər. Linza var gözümdə. Sonradan indi həkimə gedirəm, həkim deyir ki, körlüğə doğru gedirsən. Bu nə dərəcədə düzdür, həkimdən soruşmaq istəyirəm. Yəni bunun müalicəsi var ya yox? Sualınız varmı, professor? Bəli, deməli, dünyada elə xəstəliklər var ki, onlar tam müalicə olunur. Məsələn, müəyyən bir virusun keçirir, qrip xəstəliyidir və s. çoxlu xəstəliklər var. Elə xəstəliklər var ki, onun yalnız qarşısını almaq mümkündür. O xəstəliyin inkişafını dayandırmaq mümkündür. O xəstəliyi yox eləmək, müalicə eləmək anlamında elə bir şey yoxdur. Məsələn, şəkər xəstəliyini müalicə eləyir insanlar, həkimlər dayandırır. Qan təzyiqini, hipertoniya, onu müalicə eləyirlər, dayandırırlar ki, zərər verməsin. Qlaukoma da o qəbildəndir. Onu da dayandırmaq mümkündür. Müasir vaxtilə onların müalicəsi yox idi. Yəni, dayandırmaq anlamında. Dayandırılır və belə. Bəzən mən belə adi dinlə insanlara izah eləmək istəyəndə deyirəm ki, bəzən evdə, həyətdə bir çox belə də ipə sapa yatmayan bir it olur, məsələn, belə deyə. Biz onu dəmir bir qəfəsə salırıq ki, o çıxıb uşağı böyüyü qappasın. Ancaq orada qalır o. Qalır, ancaq zərər vermir. Ancaq öz faydasını da ki, o görür ki, oğru gələndə filan. Yəni, elə xəstəliklər var ki, yalnız onu qəfəsə salırsan. Da onu yox eləmək mümkün deyil. Yəni, edə biləcək bir şey yox. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun. Həkimə bir sualım var mənim. Buyurun. Mən gözümü cərrahə əməliyyat elətdirmişəm. İndi yaxşı hiss eləyə bilmirəm. Məni incidir. Bir gözüm yaxın üçündür, bir gözüm uzaq üçündür. Mən təkrar bunu cərrahə əməliyyat elətdirə bilərəm. Bilirsiniz, təbiidir, çox xəstəliklər var ki, əməliyyatdan sonra təkrar başqa üsulla əməliyyat eləmək olur və uğurlu nəticələr alınır. Ancaq elə də gözlər var ki, onu müayinə eləyəndə biz deyirik ki, yəni, bax, bu gözü eləmək olar, bu gözü eləmək olmaz. O gələk baxıla, müayinə oluna ki, deyilə, bu suala 100% cavab verilir. Təbiidir, çox insanlar var ki, onları yenidən əməliyyat eləyib qaytarmaq olur. Bax, belə. Bu, məsələn, bir xəstəliklə bağlı bir insan əməliyyat olursa, professor, təbii ki, bu sizin elmi fəaliyyətinizdə yad bir şeydir, yəni zid bir şeydir. Belə şey sizin praktikanızda hələ eşitməmişəm və tarix boyu olmayıb ki, bir xəstəliyə görə kimisi əməliyyat eləyəsiniz və o xeyir görməsin, yenidən başlasın ağırlaşmağa və geçsin başqa bir mütəxəssisə. Bunlarda niyə bunlar baş verir? Diaqnoz mu düzgün qoyulmur? Vallahi, mən hər bir konkret halın, dəqiq də izahı var. Məsələn, mən o yoldaşı nə əməliyyatından əvvəl görmüşəm, nə o əməliyyatı eləyən adamın yanında durub görmüşəm. Mən öz xəstələrimi əməliyyat edirəm və onlara da deyirəm ki, bax, bu qədər xeyir gözlənilir, o da olur. Ancaq bəzən olur ki, məsəl üçün, başqa bir
yerdə əməliyyat olmuş insan, gələ onu mən müayinə eləyəm ki, fikrimi deyəm. Belə qiyabi mümkün deyil. Çünki artıq görün neçənci tamaşaçıdır ki, Ya, buyurun, istəsəniz əməliyyat müraciət edə olunur, bilərsiniz. sonradan yenidən ağırlaşma fəsadları və yenidən ağrıların qayıtması fəsadları olur. Göz bir xəstəlikdən, təbii ki, burada yüzlərlə xəstəlikdən söhbət gedir, bir xəstəlik üzərində dayanmır. Əməliyyatdan sonra həmin o xəstəlik diaqnozunun yenidən qayıdış ehtimalı var. Məsələn, böyrək daşlarında bilirik ki, daşın götürülməsi sonradan müəyyən zaman sonra yenə daş əmələ gələ bilər, yenə də əməliyyat oluna bilərsən və həkimlər də deyir ki, bu normaldır. Yəni, elə bir gedişat ola bilirmi, yoxsa konkretliyi var burada? Göz xəstəliklərinin əksəriyyətində, böyük əksəriyyətində bir dəfə əməliyyat eləyirik, mən eləyirəm və elə də qalır. Ancaq nadir xəstəliklər var ki, onlarda onun dönüşü ola bilər. O xəstələrin özü, məsələn, ona verilən tapşırığı ki, məsələn, birinə deyirsən ki, çox ağır şey götürmək olmaz. Deyir, əmim oğlum maşını batmışdı, getdim, mən arxadan qaldırdım, belə oldu. Axı, elə şey var ki, onu eləmək olmaz. Deyəndə ona... Təlimatlara uymursa... Bəli, ona riayət eləmək lazım. Belə hallar olur. Ancaq o xəstələrin özü gərək qoruyur. Bəli, burada da istisna hallar var. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Var. Buna bir əlacı yoxdur mu? Siz canlı efirdəsiz. Bəli, sualınızı mümkünsə təkrarlayaq. Biz sizi tam olaraq eşidə bilmədik. Avqust ayında 2 gözümü əməliyyat elətdirmişəm. Hal-hazırda sağ gözüm mərkəzdən üzü sağa tərəf tontor görür. Həkimə də onu deyirəm, deyir ki, sənin gözündə təzyiq var. Yəni, buna heç bir əlacı yoxdur mu? Avqust ayında hər iki gözünə əməliyyat deməli, təzyiq. siz buyurun, müraciət eləyin, ya mənə, ya hansısa başqa bir profesional göz həkiminə müayinə olunsun ki, deyilsin ki, buna əlac var, yoxsa yoxdur, varsa nə qədər xeyri ola bilər, bax belə. Göz təzyiqindən Qiyabi olub bilinməz axı. Məsələn, mən bilmirəm, yalnız sizin səsiniz gəlir. Mən o gözü gələk görəm, baxam alətlə, ondan sonra deyəm. Yəni, göz təzyiqi xəstəliyin, bəlkə soruşmaq istəyir ki, müalicəsi varmı? Göz təzyiqi xəstəliyinin müalicəsi var. Bəli, müalicəsi var. Ona görə də elə müraciət etməkdə böyük bir fayda var. Bəzən insanlar, professor, çəkdikləri əziyyətdən və kənar insanların da müdaxiləsi o qədər qorxu, xofu yaşayırlar ki, bunlarda artıq ümidsizliyə qapanma var. Yəni, bunların müalicəsi varmı deyə hər birində bir çağırış var. İndi təbabətin çox geniş imkanları var. Tibb elmi və xüsusən də oftalmologiya çox inkişaf eləyibdir. Vaxtilə biz kömək eləyə bilmədiyimiz çox sayda xəstəliklər və xəstələrə indi elm və texnikanın inkişafı ilə bağlı deməli kömək eləmək olur. Bəli, vaxtilə çox bizə əlçatmaz olan, hətta böyük bir fəlakətlə özümüzü onun içərisində hiss etdiyimiz xəstəliklər bugün müasir texnologiyanın və peşəkar insanların sayəsində çox əlçatan olub, çox asan və rahatlıqla həyata keçirir. Sadəcə yetər ki, mütəxəssisdən söhbət gedir. Hər dəfə bunun altını çizərək vurğulayıram. Mütəxəssisə müraciət edin ki, ümumiyyətlə müalicə olunmayan xəstəliklər yoxdur. 1-2 istisna olmaqla. Növbəti tamaşaçımızı da eşidək. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Eşidək sizi. Buyurun. Mən gözümdən aşırı dərəcədə yaş gəlir kompüterə baxanda, telefona baxanda. Bunun əsas səbəbi nə ola bilər? Onun əsas səbəbi, 2 səbəb ola bilər. Biri, o yaş yollarında müəyyən daralmalar, müəyyən maneələr ola bilər. İkinci səbəb, daha çox bu ikinci səbəb olur. O, deməli, gözün bu monitorların o mənfi şüalarından, ultrabənövşəyi şüalardan və başqa türlü deməli, çirklənmiş havada olan təsirindən gözünün içərisində çoxlu sayda kiçik bulaqlar var, göz yaşı vəzləri. Biri böyükdür, qalanları çox kiçikdir. Onların, belə deyək ki, maye ifrazının azalması olur. Ona quru göz deyirlər. Ondan ola bilər. Onların hər birinin müalicəsi var. Ancaq gələk dəqiqləşək ki, bu səbəbdir və yaxud da ki, ikinci səbəbdir. Və bəzi insanlar da, professor, küləkli havada gəzərkən onların gözündən durmadan su axır.
Onlar da var. Küləkli havada gəzəndə durmadan su axan insanlar ki var, onların 3 səbəbi ola bilər. İkisi mən dedim ki, bunlardır. Bəli. Üçüncüsü odur ki, ola bilər insan tam sağlam ola gözünün görmə orqanı anlamında. Ancaq onun həssaslığı o qədər güclü ola ki, o yaş deməli, axbarıcı yolların başlanğıcında o küləkdən güclü spazm ola. Elə bir ki, nodanı yağış yağır, nodanın ağzı sıxılır. Və onda oradan keçə bilmir o mayi və bayıra axır. Onların hər birinin özünə məxsus çox asan yolla müalicəsi var. Bəli, diaqnoz qoyulsun, sonra müalicə olunsun. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Alo, salamlaşın. Axşamınız xeyir. Axşamınız xeyir. Hər kişi salamlayıram, həkimi də sizdə. Aleyküm. Bilirsən, bir dənə həkimdən xahiş edirəm. Bu həkimə gedirsiniz. Həkim deyir ki, mən bunu 100% operasiya edib düzəldəcəyəm. Operasiyadan sonra göz xərab olur. Deyir, mənə həkimsiz söz vermişsiniz axı mənə. Deyir ki, indi biz neyniyik? Bunu qabağa ötürürlər, sonra da dalını dayanmırlar bir şey. Təşəkkür edirik zənginizə görə. Bəli. Bilirsiniz, bu həkim-xəstə münasibətlərində bizlə, şərqlə, qərbin, Avropanın, Amerikanın təfəkküründə fərq var. Qərb ölkələrində bu qardaşımız ki, müraciət elədi, həkimə gedəndə, göz həkiminə gedir, o, buradakı həkim kimi demir ki, mən 100% boynuma çəkirəm, 100% belə olacaq. O, xəstə inandığı bir həkimə gedir, o inandığı həkim də ən yüksək səviyyədə ona yardım eləyir. Mənim də yanıma gələndə deyirəm ki, təbabətin indiki imkanları səviyyəsində mən sizə kömək eləyəcəm. Siz hər hansı bir ölkəyə uçanda ən yaxşı təyyarəyə, ən yaxşı, belə deyək ki, onu təyyarəni idarə edən adamla inandığınız təyyarə ilə uçursunuz. Da ona demir ki, mən qarantiya verir ki, mən gedib o dünyanın başına çatan, bu qədər vaxta çatacam, yoxsa yox. Heç kimdə qarantiya verənməz sizə. Ən yaxşısı ilə gedin ki, qəza olmasın. Bəli, ən azından geridə dönüş olaraq fəsadlar yaşanmasın ən azından. Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Alo. Bəli, eşidirik sizi. Buyurun. Axşamınız xeyir olsun. Mən professora sualım var idi. Buyurun. Hanım. Mənim gözümdə uveyt xəstəliyi var. 6 ildir mən həkimlərdəyəm. Çox müalicələr götürmüşəm. Bir neçə diaqnozlar qoyulubdur. Hamısından müalicələr almışam. Amma heç bir yaxşı nəticə olmayıbdır. Sonda da bir gözümdə də tutulma olubdur. Tutulubdur bir gözüm. Yəni bunun səbəbi başqa nə ola bilər? Neçə viruslar dedilər, mən hamısından yoxlamışam, müalicələr götürmüşəm. Nə dedilər, sinirlə bağlı dedilər, sinirlə bağlı da müalicələr götürürəm. Amma gözüm pisləşir, heç yaxşılığa doğru heç getmir. Yəni bunun başqa səbəbi nə ola bilər? Deməli, xanım, bu uveyit xəstəliyi gözün belə bir ciddi xəstəliklərdən biridir və əslində bu sözlə ifadə olunanda bir söz deyilir uveyit. Ancaq uveyitin yüzlərlə forması var və yüzlərlə səbəbdən əmələ gələn uveyitlər var. Və o səbəblər hər biri özünə məxsus müalicə tələb eləyir. Həm müasir üsullarla, həm qədim üsullarla müalicə tələb eləyir. Yəni xalq təbabəti ilə. Onların ikisini çox vaxt biz birləşdiririk, birgə eləyirik. Mən bilmirəm ki, sizdə həmin onun neçə yüz uveytdən hansıdır və hansı müalicəni almışsınız. Buyurun, əgər istəsəniz, müraciət eləyə bilərsiniz. Ancaq uveyt xəstəliyi də müalicə olunan xəstəlikdir. Bəli. Və zaman da qısa zaman deyil, professor 6 ilə bərabər bir zamandan gedir söhbət ki, yenə də çarə tapılmır və gözün də biri tam olaraq görmə qabiliyyətini itirib. Çünki o səbəbi tapılmır ona görə. Səbəbini birinci dəqiqləşdirmək lazımdır. Bəli. Bizə zəng edən tamaşaçılarımıza redaktorumuz bizə bildirir ki, hər bir tamaşaçıya əlaqə nömrələriniz verilir. Təbii ki, efir bitdikdən sonra əlaqə saxlaya bilərsiniz və yaxud da sabah gün iş saatı zamanından saat 9-dan etibarən əlaqə
yarada bilərsiniz. Müayinə keçməsi, diaqnozun qoyulması üçün təbii ki, müraciət etmək istəyən insanlar üçün seçim sərbəstdir və hər zaman deyirik, əgər mütəxəssis və peşəkar insanların yanında olsanız, bu qədər ciddi fəsadlar yaşanmaz. Çox təəssüf olsun ki, bəzən bizə elə zən vuran tamaşaçılarımızın da çəkdiyi bu ağrı acılara insan bir təəssüf keçirir, professor. Çünki düzgün diaqnoz və bacara biləcək bir yolda kimlərəsə ümid verib, sonradan yanlış müalicə, əməliyyat fərq etmir. Əslində, bu bir insan taleyidir. Növbəti tamaşaçımızı eşidək. Buyurun, axşamınız xeyir olsun. Aması xeyir. Gözümə deyirlər, qara su gəlib. Qara suya imkan var. Biz bayaq danışdıq. Qlakoma Biz təxminən bir yarım saatda elə qara sudan danışırıq. Deməli, göz təzyiqinin artmasından, tibbidə ona qlaukoma deyirlər. Onun çoxlu sayda deməli, növləri var. Əlbəttə, onların böyük əksəriyyətinə müasir təbabət, oftalmologiya kömək eləyə bilir. Bax belə, o da gələk dəqiqləşək, yəni müayinə oluna ki, buyurub müayinəyə gələsiniz ki, ya mənim, ya hər hansı bir başqa inandığınız həkimin ki, siz dəqiqləşək ki, hansı formasıdır, hansı növdür ki, ona qarşıda olan müalicə təyin oluna. Əslində, professor, mən telefon xəttindən də öncə fikrimə bəsirə demədim. Peşəkar insanlar, baxın, neçə illik elmi təcrübəyə sahib bir insansınız. Tamam, biz tamaşaçımızı alacağıq. Peşəkarlıq budur. Əslində, ekran vasitəsilə tam diaqnoz qoyub və müalicə deməkdən yayınmaq, bu əslində özü peşəkarlıqdır. Siz görün, nə qədər həssaslıqla vurğulursunuz, bir neçə növü var və mən buna baxmadan deyəm, amma çox təəssüflər olsun ki, bugün sosial media üzərindən, deməzdim, müəyyən bəlkə də indi proqramlar üzərindən həkimlər var ki, elə səsli olaraq səslənən mesajlar, fikirlər, diaqnozlar üzərinə hətta müalicə və tədavi yazırlar və bunun da artıq acı fəsadını məhz bizlər yaşayırıq. Ona görə də əgər kimsə, mən bunu buradan deyə bilmirəm, müayinə etməliyəm deyirsə, demək ki, bunun altında çox ciddi bir peşəkarlıq yatır. Növbəti tamaşaçımızı da eşidək. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. Qardaş, mənim bir gözümdə pərdə var idi. Mən çox getdim həkimlərə də. Burada da getdim. Sonra həftəyə oldu ki, Moskvaya düşdüm nəvələrimin yanına. Orada getdim oftalmologiyaya. Orada... Alo. Bəli, canlı efirdə siz eşidirik sizi. Orada mənə dedilər ki, nə bilim, mən eşitmişdim ki, orada əməliyyat eləyirlər. Bir gözümdəki, güya ki, məndə glaukoma var. Orada həkim dedi ki, yox, sizdə indi ehtiyac yoxdur onu əməliyyat eləməyə. Amma ki, nəsə də, amma bəzən görürsən ki, internetdə zətlər çıxır da, adamlar var ki, deyir ki, glakomanı mən əməliyyat eləmişəm. Bu necə, nə qədər bu düzgündür, doğrudan da eləmək olar, olmaz, necə bilim mən onu? Glaukoma xəstəliyi deməli, həm dərmanlarla, damlalarla deməli, müalicə olunur, həm cərrahi üsullarla. Onların çoxlu sayda formalarına rəğmən, o hər hansı bir forma, hansı bir səviyyədədirsə, hansı inkişaf səviyyəsindədirsə, həkim baxanda, profesional həkim baxanda o müəyyən edir ki, bu cərrahi üsulla olsa yaxşıdır. Cərrahi əməliyyatlar da ağrısız, belə bir, o əvvəlki anlamda deyil. Ağrısız bir prosedura da olunur, çıxıb gedirsən evə. Və yaxud da bu damlaları damızdırsan daha yaxşıdır. Xanım, mən bilmirəm, sizdə onun hansı formasıdır, hansı növüdür, belə deyək. O gələk təyin oluna ki, deməli, o sonra aydınlaşar ki, hansı yolla getmək lazımdır. Gecikmiş dönəm də var və orada edə biləcəyimiz bir şey yoxdur deyə dönəm də var, amma o çox azdır, istisna hallardır. Amma çox zaman müalicə olunmayan xəstəlik, göz xəstəliklərində çox azdır. 1-2 xəstəlik çıxmaq şərtilə, o da gecikmiş dönəmlər də çox nadir halda olur. Ona görə də zaman itirmədən müraciət edin. Çünki insanın ən gözəl bizə həyatı nur bəxş eləyən orqan məhz gözümüzdür ki, hərdən insan təsəvvür belə eləmək istəmir ki, görmə qabiliyyətimi itirsəm necə olar deyə. Oftalmologiya indi çox yüksək inkişaf eləyib. Demək olar ki, teoretik səviyyə gəlib çatır. Biz hədsiz çox sayda insanlara görməyini qaytara bilirik.
Yəni əvvəlki oftalmologiya deyil. Çünki elm və texnika inkişaf edib, onunla da bağlı görmə orqanının hamısının o elmin nailiyyətləri tətbiq olunur. O mənada indi çox yüksəkdir o, yüksək nəticələr. Növbəti tamaşaçımızı da eşidək ki, artıq efirimizin də bitməsinə sayılı dəqiqələr qaldı. Axşamınız xeyir olsun. Hər iki xəttə gözləyən tamaşaçımız var. Tamam, eşidək sizi. Buyurun. Xanım, salam. Axşamınız xeyir olsun. Buyurun. Mən səhər elə bil evdən çıxanda gün vuranda gözlərimdən su gəlir, gözümə aça bilmirəm. Elə bil belə yumulu qalır gözüm. Neçə müddətdir belə? Xeyli vaxt olar. Ancaq nə qədər müddət keçəndən sonra yavaş-yavaş düzəlir. Müraciət olunubmu? Həkimdə olmusunuzmu? Olmuşam. Belə damızdırma dərman yazıb, xeyir olmuyor. Evdən çıxdığı zaman hər gün tezdən gözlərdə sadəcə su axır və gözlər yığılır, qapanır, aça bilmir. Gəlib baxılmaq lazımdır, müayinə eləmək lazımdır. Yəni, bəzən hədsiz çox xəstəliklər var ki, onu sözlə deməklə anlaşmaq olmur. Amma əgər bir şey də var, professor, əgər biz müraciət ediriksə və orada dərman preparatı qəbul ediriksə, müəyyən zaman keçirsə və biz burada fayda və irəliləyiş görmürüksə, demək ki, burada artıq başqa yenidən ikinci bir mütəxəssisə mütləq ki, müraciət lazımdır. Bu mənim subyektiv fikrimdir. Sonuncu tamaşaçımızı da eşidək, artıq efirimiz də yekunlaşır. Buyurun, axşamınız xeyir olsun. Axşamınız xeyir. Buyurun, eşidək sizi. Mən telefon nömrəsini, həkimin hansı klinikada işlədiyini öyrənmək istəyirdim. Tibb Universitetində tədris cərrahiyyə. Bəli. Semaşkonun yanında. Səhiyyə Nazirliyinin üzbəyüzündə hündür binanın 4 mərtəbə. Həftə içi 5 gün tam olaraq səhər 9-dan elə 2-yə qədər hər gün professor orada fəaliyyətdədir. Nömrələr də ekranda da görsənir, elə redaktorlarımızdan da götürə bilərsiniz. Doktor, artıq efirimizin son 2 dəqiqəsi, səhv etmirəmsə, bəlkə də 1 dəqiqəsi qaldı. Gözümüzü qoruya biliriksə əgər, nə edək ki, heç olmasa özümüzün əlimizdə ola biləcəyimiz bir bacarığımızla gözümüzü qorumağa çalışaq? Gözümüzü qorumaq üçün, ən qiymətlini qorumaq üçün xanımlar üzük taxırlar, o üzüyün qaşını çalışırlar ki, paltara toxunmasın, düşməsin. Gözün, insanın gözü o ən bahalı üzüyün qaşından dəfələrlə daha qiymətlidir. Ona görə də biz gözümüzü qorumalıyıq. Deyirlər, eldə də var da, göz bəbəyi kimi qorumaq. Qorumaq üçün o ziyanlı tərəflərdən, qar yağanda, günəş, ultrabənövşəyi şüalar çox yüksək olanda gün eynəklərindən istifadə eləmək. İrsiyyətdə, nəsildə, babada, nənədə, bibidə, xalada, kimdəsə bir göz xəstəliyi varsa, heç olmasa ildə 2 dəfə 6 aydan bir həkimə müraciət eləmək. İnandığınız həkimə müraciət eləmək lazımdır. Bax belə, hər hansı bir əlamət olanda gözdə, patoloji anlamda ya şaxır, ya qızarır, ya ağrıyır, görməyi zəifləyir. Onda onu ən birinci iş kimi, birinci dərəcəli iş kimi qarşıya qoyub həmin gün bütün vacib işləri qoyub həkimə getmək lazımdır. Tam doğru. Bax belə. Təşəkkür edirik, professor. O dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün, dəvətimizi qəbul edib gəldiyiniz üçün bugün sizdən çox şeyi öyrəndik, maarifləndik. Əslində, insanın bütün orqanları dəyərli və qiymətlidir. Onları bölmək istəməzdik, amma həyat işığı və nur işığını nəsib edən bizə yeganə orqan bizim gözümüzdür. Çox gözəl bir nüansa toxundunuz ki, biz əziz və əmanətli insanlara bir kiməsə bəxşə deyirik, göz bəbəyi kimi qorumağa çalışacağam və yaxud da bunu göz bəbəyin kimi qoru, bu güvən və etibarın fonunda bir tablodur ki, bu da əslində ona söykənir ki, biz orqanımızı özümüz nə qədər bacarırıqsa qoruyaq, amma bir fəsad, bir gedişat, torlanma varsa, gözümüzdə bulanıq varsa, narahatçılıq varsa, ağrı varsa, qızartı, qan laxtalar yığılması, fərq etməz, en sayda səbəblər var. Görürüksə, artıq burada özümüzün edə biləcəyimiz heç bir şey yoxdur. Sadəcə mütəxəssisə birbaşa və dərhal müraciət etməkdən başqa. Hər birimizə sağlam can, sağlam ruh və sağlam görmə qabiliyyəti arzulayırıq. Salamat qalın. Bugünlük bu qədər. Sabah yenidən görüşmək ümidi ilə. Gecəniz xeyrə qalsın.